Allah cəmiyyət can sağlığı versin. Dokuz May 2026-cı il Bilgətdə Həcə Elvin qardaşın həyətində Asgərçin klubunun iştirakçılarından olan Həcə Elvin. Allah xeyir versin evin. Sağ ol. Tırnaqlar bərk olsun, Allah əziyyət bir yerdə qoymasın. Sənin timsalında yarışa qoşulan iştirakçıların da hər birini uğurlar arzu edirəm. Çox sağ ol. Bir dənə zəhmət olmasa özün haqqında qısa məlumat verəsən, bu bizi izləyənlər və yaxud da ki, belə deyək də, bu yarışla bağlı maraqlanan kuşbazlar olsun, həvəskarlar olsun, qısa bir fraqment olarsın. Bu 3-cü il olacaq bu il artıq quş saxlayıram mən. 4-cü il olacaq, 3 ildən uçurduram da belə deyim. 1 il əvvəldən başlamışdım. Bu il 4-cü il olacaq. Yəni bir belə deyim də bir həvəslə başlanmışlıq, indi belə keçib belə deyim bir gündəlik yaşam tərzinə və yəni quş olmasa yəni bilən olar ki bizim yəni ürəyimiz darıxar. Quşlar da ki belə də 3 ildir yarışa qoşuluram. Yarışa qoşulmada da məqsəd odur ki, yəni bu quşu saxlayırıqsa bunun bir məqsədi olmalıdır. Yəni bunu boş-boş saxlamağın adı yoxdur. Yəni bu quşu uçurmalısan. Uçurmaq üçün də ən gözəl şey mənim fikrimcə, məsəl üçün adamlar var eşidirəm ki, məsələn bir-biri ilə quş uçurdurlar, nə bilim bağlaşırlar, nə bilim şeylirlər ki, bir-biri ilə nə bilim bəsə-bəsə quş uçurdurlar. Mən elə şeylərdənsə ən məsləhətlisi odur ki, yarışmaya qoşulsunlar, yarışmada quş uçursunlar. Biz Əmi Qardaşoğlu Hacı Qələmi ilə bir yerdə quşbazlıq edirik. Quşların da böyük əksəriyyəti Hacı Qələmindir. Burada Hacı Rauf kişinin də quşlarından var. Burada məsələn Eyşəmin də quşlarından var. Yəni ki, amma əslində əsas quşlar bizdə böyük əksəriyyəti Hacı Qələmindir və Hacı Rauf əmin quşlarından məndə keçən ildən var onun quşlarından. Allah nə versin. Allah heç bir evi ağsaqqalsız qoymasın, bayaq da qeyd elədim. Yəni adamın yanında ağsaqqal olmağı, işi bilən adam olmağı, yəni yaxşı şeydir. Əlbəttə yol göstərmək lazımdır. Keçən ildən bu ildəki fərqə baxıram. Mən görürəm ki, Həcəm mənə kömək eləyəndən sonra mən həqiqətən də yəni quşlardakı fərqi özümdə hiss eləmişəm. İndi inşallah bu yarışdayıq. Nə uçar, nə uçmaz, onu bir Allah bilir. Yəni bu quşdur, yerdən uçdu, sənindir. İndi uçacaq, uçmayacaq. Əsas odur ki, yəni ürək eləyib qoşulursan, quş uçurdursan, uçub uçmamaq o soran işidir. Yəni ki, heç kim quş olmasa gəlib yarışmada qoşulub quş uçurmasına elə bilirəm. Əgər quş var, xəndərsənsə yarışmaya heç qoşulmazsan ki, yalanlarla heç qoşulma özün məsəl üçün cəmaatın göstərir, uçmayan quşunu göstərir. Yəni ki, adam bilir ki, quş uçuruyor, ona görə uçurdur. İndi uçmayanda da uçmurdu, alınmayanda alınmır. Məndə məsələn birinci il yaxşı alınmışdı. Ondan sonraki il uçurdum. Yəni mənim səhvim uçmadan quş uçmadı. Yəni bir gün sonra uçursaydım başqa nəticə olacaqdı. Bu olur. Yəni ki bu səhvlər olur, olacaq. Bunları da biz çalışırıq ki, ildən ilə puxtələşdikcə, öyrəndikcə düzələcək. Bu yarışların yaxşı olmağı nəyə yaxşıdır? Əvvəllər quşlar belə deyim də, hər kəsən özü üçün uçurdurdu. Məsəl üçün bir gün yaxşı havanı tuturdu, quş uçurdu. Bilirdi ki, məsəl üçün quşun belə keçirdi, onu törədirdi, bala alırdı. İndi yarışlar artıq quşbazlarda olan quşların əksəriyyətinin yaxşı olmadığını üzə çıxardır. Mən elə başa düşürəm. Çünki mən baxıram ki, il-ildən hamı çalışır ki, yəni yaxşı quş saxlasın, yaxşısını əldə eləsin. Ya yarış da o yaxşıları çıxardır içindən.
Sonra bala almaqda da belə deyəndə biz aslanlı böyük əksəriyyət quşlar, uçan quşlarımızdan bala alırıq. Yəni uçan quşun balası da uçur. Yəni qarnını tutmaq üçün birinci quşu uçurmalısan, sonra onun qarnını tutmalısan. Əgər bu quş uçursa, yəni onun qarnını tutmağı daha asandır. Bir də var ki, məsəl üçün hansısa cinsli götürmüsən, vurursan, bilmirsən ki, məsələn uçur, uçmur. Ən yaxşı variant götürdüyünüz boy quşu yoxlayın uçurun. Yəni uçurtduqca uçan quşlardan daha çox belə qarnı tutmuş quş alırsan. Yəni belə deyək də sözündə haqq var ki, sənə bir quş verirlər ki, bu filankəsin quşlarından da bu kəs törə, yəni əmələ gəlmir. Yox, mənasız şeydir. Yəni uçurmasan mümkündür. Uçurdub yoxlayasın. Yox, uçurmasan mümkündür. Yəni o qədər olur ki, yəni yaxşı quşbazları mən demirəm, cins quş yoxdur. Cins quşlar var. Quşbazların cins quşları var. Hansı ki, məsəl üçün onlar özləri tanıyırlar, bilirlər. Onlar da onu nə vaxtsa uçurdular. Quşbaz olduqlarına görə bilirlər ki, o nə cinsdir. Amma siz onu gətirib məsəl üçün öz quşunuzla vurursunuz, belə edirsiniz. Mənim fikrimcə, mənim öz fikrimdir. Kimsə deyər ki, 3 ildir quş saxlayır, quşbazlıqdan danışır. Şükür Allah, mən də elə adamların yanında öyrənmişəm ki, mən quşbazlıqdan hardasa danışmağa ixtiyarım var. Həm də uçurdub yoxlayıb yəni uçurdum, mən uçurdub görürəm. Mən də yayda gəlsiniz, hava yaxşı. Bir də bu gün məsəl üçün çəkiliş olduğuna görə quş uçurmalı. Yoxsa bizdə hər gün may ayının əvvəlindən hər gün demək olar hava oldu quş olur. Yəni göyə açan gəlsəz quş var. Yəni kimin də ürəyi istəyir, qapımız açıqdır, açansınız gəlib baxa bilər. Quşbazlıq edə bilər. Dost qapısı. Hə, dost da yəni. Onsuz da dost olmayanın bu həyətdə nə işi var? Belə deyək, bu keçən ilki ilə bu ilki yarışa hazırlaşmağın arasında nə qədər fərq var? Keçən il bizdə nə oldu? Keçən il bilirsiniz də məsələn 2 il görürsən. Hə, 2 il bundan qabaq məsəl üçün bizdə Seyid var idi, uşaq mən yadınızda yoxsa yox. O Seyid burada olanda məsələn biz o həyətdən uçurdurduq. İndi onda mən belə deyim, mən biraz işlə bağlı çox otura bilmirəm quşların yanında, işə gedib gəldiyimə görə də. Bəli. Keçən Seyid var idi, amma ondan sonra Seyid getdi əskərliyə. Sonra Həcəm sağ olsun mənə kömək elədi. Bu həyətdə də remont gedirdi. Mən biraz keçən gələndə bu ev hələ hazır deyildi də. Remont olan yerdən də quş uçurmaq olmur. Orada belə Seyid hazırlayıb qoyduğu quşlar idi. Gəlsin onları uçurtduq, indi özü də bilirsiniz ki, az saat uçdular da. Yəni o da yenə deyirəm mənim səhvim idi. Günün ayın ən isti vaxtına saldım. Yəni quşlar heç hazır olmamış olar götürdüm. Yəni sərin havalardan isti keçdi. Hə, tələbini bir gün qabaq məsəl üçün 20 dərəcə idi, 15 dərəcə idi. Bir gün sonra 35 dərəcəyə götürdüm, quşu uçurtdum. Yəni quş əlbəttə ki, uçmayacaq. Elə şeylər var, məsələn, bu ilə sərf eləmərəm də. Amma yenə də var elə səhvlər ki, bəlkə biz onu bilmirik, bəlkə də yəni olacaq, olmayacaq, onu da Allah bilir. İnşallah Allah izzət verir. Amma bu ilə elə bilirəm ki, Allah deyən olsun, biz deyən olmasın. Yenə deyirəm, quşdur, mən heç nə əvvəlcədən demək istəməm, amma bu il yaxşı nəticələr gözləyirəm, həqiqətən yaxşı nəticələr gözləyirəm. Bir də bu yarış haqqında qısa məlumat verərdin. Niyə məhz Asgöyərçin klubu? Niyə görə Asgöyərçin klubu? Belə deyim də, mən özüm ümumiyyətlə bu danışılandan çox gördüklərimə qiymət verməyi üstün tuturam. Danışıqlar hamı danışa bilər, amma göstərmək o belə deyim də hər adamın işidir. Və özüm də görürəm, məsəl üçün mən özüm quş uçurduram da. Bakıda ümumiyyətlə belə havalar var ki, hansı ki o havalarda quş yaxşı nəticə göstərir. Yəni məndə quş var, məsəl üçün 7 saat, 6 saat uçan quşdur. Yəni həmən günü havada mən uçurmuşam 13 saat 40 dəqiqə ilə düşüb, hava qaralmışdı düşəndə. Yəni hava qaralmışdı, çəkilişi də var. Keçən il Bakıgöyərçin klubuna atmışam o quşu. O quş açan uçursan 6-ya. Mən bilirəm ki, o quşun saatı məsələn 12-13 saatdır. Amma yəni həmən günü yəni aşağı gələn quş 10 saatla, 9 saatla gəlirdi. Belə havalar var Bakıda. Yəni 2 dəfə də o havanı tutub quş uçurmaq biraz çətin məsələdir. Düzdür, hər quşun da işi dör gedib o qədər dayanıb sonra gəlib həyətə düşmək, yəni qanətlərin dolmağı var, tutulmağı var. Yəni hər quşun işidir. Yəni yaxşı quş gəlib qayıdır o havadan olmağına baxmayaraq. Amma yenə deyirəm də o havalar biraz quşun belə deyim də o dəqiqliklə göstərmir və quşbazlar da bunu çoxsu bilirlər. Həmin havada məsələn uçurdandan sonra, ikinci səfər məsəl üçün uçurmurlar ki, hər şey onsuz da mənim quşum bir dəfə uçdu da. Yəni bu havanı tutdum, uçurdum. Yəni bizim yarışmada 2 dəfə uçurdular. Yəni bu 2 dəfə o havanı tutub quş uçurmaq şey yoxdur. Ondan əlavə bəzi məsəl üçün başqa yarışmalarda olan mənim xoşuma gəlməyən şeylər, məsələn quşun gəlib aşağı fırlanmağı. Yəni bizdə məsələn o şeylərin çoxsu yığışdırılır. Məsələn 7 saatdan tez quş gəldi aşağı, 1 saatdan gəlməm orada yazılı bizdə qayda qanunlar var. Hə, protokollarda qayda qanunlar indi yarış zamanı deyiləcək. Aşağıda məsəl üçün 1 saat, 2 saat uçan quşun saatı saxlanılacaq. Yəni düzdür, əvvəl uçduğu sayılır, sonra yerdə qalan o artıq 1-2 saatı burada aşağıda fırlandığı saatlar mən bildiyim qədər sayılmayacaq. Yəni elə şeylər var, müsbət cəhətlər var idi ki, həm də bu bilirsiniz də bu klubu biz 12 nəfər demək olar ki, hamısı bir-birindən çox münasibəti yaxşı olan adamlar arasında yaratmışıq.
Klubun belə deyim, şərtləri mənə daha uyğun gəldi, daha maraqlı gəldi, daha çətin gəldi. Yəni çətin olan yerdə, çətinlik olan yerdə də inkişaf məncə həmişə var. Ona görə mən bu klubu seçməkdə məqsədimiz o idi. Bir sonra təkmilləşir. Hə. Bir də belə bir söz deyim. Bu keçənki yarışlarda çox bu iradı bildirdilər bizə. Yəni əslində irad deyildi. Yəni hər bir iştirakçı yarışa qoşulmamışdan qabaq bu protokola baxır da belə deyək də. Yəni ona qaydalar başa salınır. Məsələn, axırıncı gələn quşun 3 saatdan artıq özünü görsənmədisə, belə deyək də, axırıncı quşun 8 saat ömrü gələ bilər. 3 saat görsənmədisə, bu 11 saat idi də məsəl üçün. Yəni bu quşbaz bu şərtlərə qəbul edib qoşulur. Və plus bizi izləyənlər də orada bildirirlər ki, siz o quşbaza haqsızlıq elədiniz. Bir dənə mən sizə bir söz deyim. O quşbaz hər bir adam yarışa qoşulmalı. Ümumiyyətlə yarış belə bir şeydir ki, mən nəyə görə yarışın tərəfdarıyam? Yarışda sən yarışmaçılarla ümumi bir şeydə yarışırsan da, amma təkbətək uçuşda zətlər elə deyil. Orada mübahisə olur, daha çox nəticələr daha çox təsir edə bilər adama. Amma yarışma belə ki, bu yarışma da qoşulmusan indi bir adam orada, bir adam uzarda yarışmanın qayda qanunu olur. Bir yarışa da qoşulanda yəni biz onun üstə qayda qanunların hamısını bilirik. Əvvəlcədən bizə göstərirlər ki, bu belədir, bu belədir, bu belədir. Yəni əgər biz yarışın qanununu qəbul eləmişiksə və bir adam o qəbul elədiyi yarışın qanunları ilə quş uçurduysa, biz onun nəticəsini düzgün saymalıyıq. Bəli. Yəni o düzgün deyil ki, yox, məsəl üçün o nəticəsini mən saymıram. Onu saymaya bilməsən kişi məsəl üçün yarışmaya qoşulub, quş uçurdub, qayda qanunu o yarışmanın qayda qanununa uyğundursa və yarışmanın qalibidirsə, sənin ancaq o düşür ki, sən gəlib o adamı təbrik edəsən. Sənin xoşuna gəlmirsə o sənin öz işindir. Mənim xoşuma gəlmirdi, biz özümüzə yarışmışdıq. Yəni o qayda qanunla da quş uçurduq. Kiminsə də yəni xoşuna gəlmirsə, məsəl üçün kiminsə quş uçurmağı, yəni gedib ondan yaxşısını uçurdub göstərə bilər özünə görə. Yəni kiminsə o quşbazlığının kiminsə dəxli yoxdur mənim fikrimcə. Adam var ki, məsəl üçün özü üçün quş saxlayır, özü üçün uçurdur. Heç kəs ona deyə bilməz ki, sən niyə yarışa qoşulmursan və ya qoşulursan. Bu yarış hamının öz istəyindən asılı olan bir şeydir. Mən prosta bir dənə onu demək istəyərdim ki, məsəl üçün mən əvvəllər çox girirdim, indi ümumiyyətlə girmirəm TikToka. Çünki gördüm ki, yəni bu danışıqlar zətlər hamısı boş-boş danışıqlar. Yəni əsnavnoy da, əsas danışanlar da, yəni belə pis çıxmasın, yəni heç kəs mənim sözümü qəlbçiyə salmasın. Yəni böyük əksəriyyətinə də yəni aid olması, yəni çoxusu baxıram ki, danışanların quş uçurdan adamlar da ümumiyyətlə, yəni dilxoşluq edən adamlar, amma quşbazlardan elə danışırlar ki, yəni elə bir quşu bunlarda da gecə gündüz quş uçurdular. Yəni mən deyirəm ki, əsas yəni indi yay gəlir də, 15 gün sonra yay başlayır. Bu TikTokda danışanlardan da bir dənə xahişim odur ki, çağırsınlar, quş uçursunlar, göstərsinlər, çəkiliş eləsinlər. Bax Sərxan eləyir çəkiliş, Əli Xəzər eləyir çəkiliş. Yəni bu arada müxtəlif çəkilişlər eləyən adamlar var. Çağırsınlar, quş uçursunlar, göstərsinlər və həqiqətən də sonra qışda rahat danışsınlar. Biz də girək bir baxaq, nə isə öyrənək. Mən inanın mənə ki, vəbşə girmirəm o TikToka. Çünki baxıram ki, yəni, ancaq söhbətlər, yəni eyni söhbətlər, heç birində yəni söhbətləri belə baxıram, yəni quşbazlığa nə xeyri var mən bilmirəm. Yəni kimsə bilirsə, bəlkə zəng edib mənə nömrəm də var da, hamısında şükür Allah. İzah eləyərkən biz nəydən danışırıq orada? Mən valla bilmirəm. Həqiqətən baxıram, yəni quşbazlığı mən orada heç nə öyrənə bilməmişəm. Elə girim hansısa canlıda nəsə öyrənim yox. Yəni açıb internetdə nəsə oxuyub öyrənmişəm. İstəyir xəstəliklə bağlı, istəyir quşun sağalmağı ilə. Yəni orada vaxt olub məsləhət görürlər ki, quşa vaksın vurmuyor. Yəni indində şükür Allah biraz inkişaf eləyib, deyirlər quşa vaksin vurur. Yəni mən gözümlə eşitmişəm ki, quşa deyiblər ki, vaksin vurmayın. Yəni necə ola bilər ki, bütün dünya, bütün qanadlıların hamısını vaksinləyir, amma TikTokda Azərbaycanda məsləhət verirlər ki, quşa vaksin vurmayın. Yəni mən bunu qulağımla eşitmişəm. Kimsə gəlib mənə desə, mən deyərdim ki, yox da, yalan deyirsən. Yəni belə şeylər var da, yəni danışanda da yəni bildiyimiz şeydən də. Mən hara kimi bilirəmsə ondan danışıram, ondan o tərəfi danışa bilmərəm. Söz və qüvvət, profildə nömrə də var məndə. Yəni kimsə uçurtmaq istəsə, bir kəlmə zəng eləsin ki, qardaş, mən filan vaxt quş tutmaq istəyirəm. Yəni canla başla gələk çəkək görsədək, görək kim düzün həmin insanlarda quş var. Bir də onu da əlavə edeyim, çəkəndə də çəkilişə də çağıram da. Yəni heç kəs yəni inciməsinə, yəni mən nə hamı öz elədiyini bilir. Çəkilişə də çağıranda elə adam çağırım ki, yəni həqiqətən gəlib sizdə nə var onu göstərsin. Yəni 5 üstünə qoyub yalandan, yəni orasını burasını bəzəyib təqdim eləməsin. Yəni mən məsəl üçün Sərxandır, özüm necə məsəl üçün quşbazlığıma inanıramsa, Sərxan da gəlib burada həyətdə düzdüyünə inanıram. Məsəl üçün Əli Xəzərdir, onun da həmçinin. İndi başqalarını mən də tanımadıqlarım da var, hansılar ki var, adlarını bilmirəm, çəkmirəm. Bildiklərimin adını çəkirəm. Bu iki adamdan mən razıyam. Yəni bunlar adamın həyətinə gəlsələr, nə var onu çəkilir. Sən yalandan ona deyə bilməzsən ki, bunun 5 saatdır, mənim üçün 7 saat elə, o onu heç vaxt eləmir. Nədir reallıq odur? Nədir odur? Yəni ki, quşun var, uzağı deyə bilərsən ona ki, mənim çəkilişimi qoyma ki, yaxşı
yaxşı çıxmadı, həm quşum uçmadı. Mən onu eləyə bilərsən. Amma ki, yəni yalandan mən inanıram ki, yəni bu adamlara siz heç nə ilə məsəl üçün onu saatını artırıb və artıq şey yazdıra bilməzsiniz. Ona görə də yəni çağıranda da həyətə elə adam çağırım ki, inansınlar yazsın quşlarımızın uçmağına. Allah can sağ eləsin. Eşən əmi necə baxırsan? Yaxşılıq işdə. Maşallah olsun, Allah xeyirli versin, hayırlı olsun. Allah əziyyəti yerini qoymasın. Əla, laf belə keyfini istəyər. Nə deyə bilərsən Yaşar? Bayaqdan buradasan da belə deyək də pis çıxması. Bilirəm ki, quşbazlıqdır da, quşbazlıq aləmidir. Sən necə? Quşdur. Bir görərsən ki, birinci quşun sağlamlığı olsun. Sırf quşa bel bağlamaq olmaz. Quş öz gücü də var. Ondan başqa hava da rol oynayır. Hələ bir hava olar ki, vurar heyvanları, hava vurar, çıxardar yerindən. Belə şeylər də var. Tek ki, bu quşu uçurduruq, bu qədər uçacaq. O bir damcı qalizdir demək. Bildin necə? Bizim bu Azgöyərsin klubunda 2 dəfə uçurdulmağına bağlı fikrin nədir? Yəni, necə yaxşıdır, yoxsa o səndir, yoxsa səndir? Qaşəng və yarın. Hadi bu 2 dəfə uçurdulacaq bu heyvanlar. Bilinəcək də, dəqiq bilinəcək ki, bu heyvan necə heyvandır, gücü nədir. Yəni burada quşbazlıq oynayır. Tek quşun boynunu atmaq lazımdır. İndi bu il yarışın var da sən, Allah uğurlar qismət eləsin sənə. İnşallah gələn ildə 2 dəfə uçurtmağa necə baxırsan? Əla. Quş nə üçündür? Quş hələ uçurmaq üçündür. Əlbəttə. Uçurmaq üçündür. Şən də dostumuz, qardaşımızdır. Allah ömür versin. Yaxşı quşbazlardan biridir. Əziyyət çəkənlərdən sözün həqiqi mənasında. Hamı əziyyət çəkir. Vallahi var, Bakı kəndlərində ağsaqqallarımız var. Allah onların canını sağ eləsin. Qardaşlarımız. Rayonlarımız var. Orada ağsaqqallarımız Bəli, var. bəli. Hər yerdə yaxşı quşbazlar var. Allah'ını sağ eləsin. Qardaşlarımız var rayonlarda. Hamı əziyyət çəkir. Hamı görsəsin. İndi az çox Allah bərəkət versin. 5-6 saat sonra bir adam qonaqlara gələndə adamı yanına. Əla belə 5-6 saat gəlib çıxsınlar. Əziyyətləri yerdə qalmır. Amin, amin. Vay maşallah. Samir bəy, sən nə deyə bilərsən bu Çox gözəl, çox pakizə. təqdimatla bağlı? Təqdimat çox yüksək səviyyədə keçirilir. Allahın köməkliyi ilə həcc evinə yarışda uğurlar arzu edirəm. Mən ümumiyyətlə simpatiyam, bir də ki, necə deyirlər, böyük dəstəklə bağlı Hacı Rauf kişiyə, Hacı Qara kişiyə böyük simpatiyam var. Allah canlarını sağ eləsin. Bu ağsaqqalların ki, bu cavan dəyişik səvərlərə necə deyirlər, dəstək olurlar, necə deyirlər, kömək olurlar. Çox sağ olsunlar. Allah can sağlığı versin. Çox sağ olsunlar. Allah cavan ballardır. Ballar yuxarı getməyə necə baxsan? Bax gör. Maşallah olsun, maşallah olsun. May ayının 9-u olmağına baxmayaraq, gəlişinlər demək olar ki, özlərini göstərirlər. Bu bütün bu əziyyət, bütün bu necə deyirlər, zəhmət böyük Əziyyət tələb edir. bəli. Maşallah olsun. Dırnaqları bəlkə olsun. Xeyir olsunlar. Küt yuxarıdadır. Videoda yaxşı görsənmir.
Rızqınızı görsən, bağlılardılar. Allah bərəkət versin hər cərbin malına. Amin, amin. Video yaxınlaşdırmışam 10 dəfə. Nə qədər quş olar görürsün bizə. Göydə arası 25-30 yaxın olur, bəlkə çox olar. Maşallah olsun, bərəkətli olsun. Amin. Günəşin düz altındadılar. Görmüyorum. Maşallah olsun. Lamayalardır ha. Yəni bunlar mayalardır, qanad quyruq olur. Burada deməli keçən il uçanlar da var, payızda uçanlar da var. Bir də qışda cəlb olur, kəsilən balıqlar var. Qanad quyruq olan. Bunların hamısını uçurdub qənd quyruq eləmişsən də, yoxsa? Hamısı. Hamısı cəddlər. Böyük əksəriyyəti keçən il uçublar. Hə, bəziləri də ki, payızda uçub cəlb olanlardır. Qalanları da ki, qış aylarında cəlb olur, kəsilən. Maşallah olsun. Nə vaxt qənd quyruq eləmişsən bunları? Ayın 26-sı, aprelin 26-sı biz yolmuşuq qənətdə alın. Allah izzət bir də qoymasın. Keçən il bəs tez yolmuşdum, sonra o birinci aya gəlir çıxır şeylə qanadları. Birinci ayda da sonra quş tutulandı, bəzi itki çox olur, həm də quş yorulur, sonra o isti havalarda quşun hey olmur uçmağa. Ona görə bu il biraz gec olmuş, bir 20 gün çəkmişik də ala bilərik. 2 kilo ikinci, üçüncü ay uçurlardı. Bizdən sonra yarış ayın 20-sindən sonra başlayır sərf eləmirəmsə. Ona görə hələ bir 10 gündən məşqlər, inşallah ikinci ayın əvvəllərini planlaşdırırıq da. İnşallah. Allah izzət bir də qoymasın. Birazdan qrup haqqında danışarıq. Allah həcəmi də mənə çox görməsin. Yəni həcəmi olmasa bu şeylərin heç biri olmaz. Mən sələ onun sayəsində bir yerdə elə quşbazlıq edirik. Əmi qardaş oğlu. Çalışır edərək müəyyən olsun. Allah ömür versin. Keçən il növbəti quşxanaya. Bu ancaq mayalardır. Ancaq mayalar. Ancaq mayalar. Dırnaqlar bərk olsun. Bunlar da Bu da erkəklər. həmən elə bir quşların erkəkləridir də. Həmənkilərin deyəndə ki, erkək taylardır da. Ayırmışam üzrə. Şeydə qışda mən sözümüzü bir yerdə saxlayırdım ki, ağızları balaya dəysin. Eləsi var ki, bir cüt bala veriblər məsəl üçün, sonra ayırmışıq. Bu aslanlar hamısı yəni keçən ilki quşlardır. Yəni keçən il yayda, bir də payızda uçan quşlardır aslanlar. Bunlar hamısı eyni vaxtda qənd quyruq eləmişsən, yoxsa fərqli Hamısı rayonda? eyni vaxtda. Bundan sonra məsəl üçün axır partiyaları, axır 2 partiyanın balaslarını qanad quyruq eləməmişəm. Onları uçurdacam. İçindən nə çıxsa qalacaq gələn ilə də. İnşallah. Yəni bu il yarışmaya Allah qoysa bunlardan qismət olsa bir 2 quş qanad quşlardan. Keçən yarışda çox quşlardan var bunların içində. Yox. Keçən il mən o bir həyətdə uçurmuşdum. Bu həyətdə ümumiyyətlə indi ancaq yalnız kötüklərdir. İstəsən sonra gəlib orada baxarıq kötüklərə. İnşallah. Oranı Oradan da çəkərik. kəsiklər, kötüklər orada da quş uçurmayacağam bu il ona görə. Bəs mayaların içində var idi keçən uçurduqlarla. Yox, yox. Ümumiyyətlə keçən uçanlar var idi bu həyətdə uçanlardan ama yarışmada bu həyətdə uçanlardan uçanlar. yoxdur. Yox. Ay. Yarışmaya ki mən o həyətdən uçurmuşdum. Oradakı quşları demək olar ki o axırda qalanları da kəsdik, saxladıq, daha onları uçurduk. İki həyətdən alınmadı. Dırnaqlar bərk olsun qardaş. Allah heç kim əziyyətini yerdə qoymasın, hamı əziyyət çəkir. İnşallah Bu il maşallah ama yaxşı olub, bala almağında da yaxşı olub. Yəni xəstəlik də az olub. Demək olar ki, hamısı quşbaza nə lazımdır? Xəstəlikdən uzaq. Hə, xəstəlik olmuyor demək olar ki. Demək olar ki, olmuyor. Vaxtında dərmanlar verilir. Bizdə sağ olsun o uşaq var burada baxan. O şey eləyir də, yəni dava dərmanını, nə bilim, səhər axşam dənləyir. Qışda bunlara nə verirsən belə başarılı varsan? Qarışıq yem. Ancaq qarışıq yem. Hə, qarışıq yem verirəm. Bir də ki, dərman verirəm də 2 aydan bir müalicə olunur. Yəni dərmanlar da üçün Gentadox mən istifadə edirəm. Məsələn, Tirxavitdir, sağ olsun dostumuz var Araz Moskvadan göndərir hamısını. Allah canını sağ eləsin. Elə məsəl üçün ben orada Tirxavitdir işlədirəm, ən çox işlətdiklərimdən sonra Gentadox-dur işlədirəm. Yəni yaxşıdırlar. Eyvallah. Bu setkada optiondur. Hə, burada elə bil 2 dənə belə setkanın arasına açmışam, əvvəl bağlıydı. Sözümüzü həcəmidir ki, yəni bu balaları quşxana bayra bıraxanda əmələ gəlmirdi. Yəni belə deyim də 25-25 buraxırdı. İndi amma bir hadisə hər quşxanada 90-80-90 dənə baladır. 2 dənə quşxananın arasına açmışıq. İndi rahatdır, bir yerdə çıxırlar, girirlər, cəl salmaq da rahatdır, bir yerdə qalxıb düşəndə də rahat olur. Erkəməyə balalar bir yerdədir də. Erkəməyə baladılar da, bunlar hamısı axırıncı partiya balalardır. Hamısı bir yerdə. İnşallah birazdan bayra da bıraxacağım. İnşallah. Burada mayalaşıb yumurtayan da var. Hə,
Birinci yumurtası. Axırıncı ikinci partiyanın balasını ucuda biz qənət quyruq eləməmişəm. Çünki onları cəld sal, əvvəlkiləri cəld sal. Kəs ucuya vaxt çatmır da yəni. Ümumiyyətcə bunlar qənd quyruq eləyəcəksən Bunlar yoxsa? eləməyəcəm, yox, qənət quyruq olmayacaq. Bunların yarışı uçurmaq üçün də yox. İndi nə çıxar içindən gələnlə qalar, ucaq işlər. Bunlar dil xoş tutsunuz, özünüzə. Həm də öz quşlarımızın balalarıdır. İndi prosta hələm ki, bunlar uçacaqlar da, yəni uçulandan sonra içindən nə çıxacaq. Mən bir dənə vallah bilirəm ki, lüboy quşu, hətta belə yaxşı quşundursa, belə cins quşundursa, ən yaxşısıdırsa, nə bilim, daha bildiyindirsə də yenə də belə onu uçurmalıdır. Uçurmasan boş şeydir. Hələ bala da biz vallah uçurtduğumuz quşlardan alırıq. Yəni hansı quşu gözümüzlə görmüşük uçub, yəni nəticə göstərib, hansı quşların balaları da uçurlar inşallah. Uçmayan quşdan bağlamışsınız da yəqin ki. Yəni almamışıq. Bu il demək olar ki, almamışıq. Bir-iki dənə quş var, Həzəmin kötükləri idi, gətirmişdi özüylə. Yəni onlardan bağlanmışıq. Belə aslanlar ilə uçan quşlardan bağlanmışıq. Yəni gözümüzlə gördüyümüz quşlardan. Amma o kötüklər ki, hansı ki Həzəm özü gətirmişdi özündən. Bir də onların balaları var. Onlar da bir İnşallah. Keçildə bunlardan da yəqin ki. hə, kəkilli çıxıb bu şeydən. Quşların içindən. Küpreyli dozlar. Hə. Var ya, kiprili quş çoxdur bizdə. Xeyirli olsun. Burada da həmin balaların ayları. Hə, ola. Yerlər səliqədən də təmizdir. Hə, təmizdir. Və bir dənə məsəl üçün məndə bu quşların içində bit olmaz, şey olmaz. Bütünlər buradan sonra. Bars bura. Var. Hə, bars bura. Bir dənə quyruq olanda olur. Balalar da ki, quşxananda eşəndə. O set də anlayasında balalar. Bir də padvalda da 2 dənə yer var. Əvvəşdə də bu məsələ, hə? Hamısı nə quş varsa bizdə çıxıyor. Maşallah. O atı sana Bir dənə qıraqdan. Atası çillər. Otasan atası çillər. Çinlər, hə. Qırmaqlar bəhs olsun. Hələ havalar normal deyil, belə əlverişli deyil də. Yo, indi ancaq xırda-xırda cəld salırıq da. Oca əsas quşlar olsa qənət quyruğu olmur. Balaların da uçurdu sənədən. Belə deyək də, 40 dənə bala var məsələn quşlarda, 40-ını da birdən uçurdu, yoxsa... Yox, valla mən keçən il biz elə uçurdurdu. Allah əzəmin də böylükdən əsk eləməsin, Allah heç bir axsaqqalsız eləməsin. Amin. Və inanırsan, o taktikalarına baxıram, belə deyim də, onun yöntəmlərinə. Yəni, çox başqa cürdür də, yəni, quşbazlıq doğrudan da, yəni, bilən adamın əlində gözəldir. Yəni, mən bilmirdim, məsələn, keçən il nə qədər biz burada itki verdik, bu il maşallah itki minimum. Yəni, quşlar da görsən, hamısı yerində, yəni, sağlamdırlar. Həm də ki, yəni, o cəld salmaq başqa cür sal, yəni, o yavaş-yavaş uçurdur, birdən-birə vursun, küpəni uçursun, nə gedər, nə qalar yox, yavaş-yavaş cəld salır. Yəni, bir balanın axırına çıxır da, yəni, bilirik ki, həqiqətən də bu quşun balası uçdu və ya uçmadı. Bir də belə bir şey deyim də, məsəl üçün 40 dənə bala sürdürsünüz, bir həftə özünü göstərən balaları ayrı sürdürsünüz, yoxsa elə bir yerə sürdürsünüz? Valla ayırmağını hələ ki bir müddət şey olandan sonra onsuz da azaldıqca, bir quşxana düzəldib ayrılır olur. Yəni bir müddətdən sonra tez ayırmır, yəni tez nəticə qərar vermir də quş barəsində. Sən mənim fikrimdə deyil, məsəl üçün bala sürdürmüsən 40 dənə deyil də. İçində sözün tez özünü göstərənlər var da, yəni yuxarı tez gedənlər var. Eləsi də var ki, tənbəl balalardır. Həmin o tənbəl balalar yuxarı gedən balalara imkan vermir də getsin. Yəni özünü göstərsinlər. Onlar valla yox ayırmayıb, mən görməmişəm. Hələ vurur sürdür onlarla. Yəni onlar onsuz gedən gedir onsuz da yuxarı. O ağıllı olan quş onsuz da gedəcək, inişib qalmayacaq aşağı. Belə deyək də, indi balalardan saat göstərən var. Hə, var əlbəttə. Bunlar təzə uçurdur, amma o birisi bir quşxana var göstərsin, onlar saat göstərir. Bundan Allah bərk olsun. Keçək növbəti kadra. Salam aleyküm, 9 maydır. Bilgətdə Həzrət Evin qardaşının həyətindəyik. Salam olsun. Aleyküm. Həcəmi, nə deyə bilərsən bu yarışla bağlı? Bütün kuşbazlara salamlayıram, hoş gelmişsiniz. Şehitlerimiz var, Allah şehitlerimizi rəhmət eylesin. Amin. Variyyatdan çıxan böyük qazilərimizə Allah can sağlığı versin. Kuşbazlıqdan da ki, yarışlar da maşallah yaxşı gedir hələ ki. Hamısı hazırlaşır. Gözəl nəticələr qismət olsun, hamısını arzulayıram. İnşallah yaxşı olar. Allah hamısına gözəl nəticələr qismət eləsin, həcc etdiyində içində. Amin. Həzrət Əfəndi. Salam mələkə, hamını salamlayıram. Yəni, bu artıq neçənci ildir bu yarışlara hazırlığı gedir. Bu yarışların olmağı da
bizim quşlara, quşbazlığa böyük inkişaf verir. Bunun olmağı çox yaxşıdır. Hamı da hazırlaşır. Müəyyən qruplarda hazırlıqlar gedir, çəkilişlər var, baxırıq. Çox gözəl uçursunlar, gözəl nəticə göstərsinlər. Kim qalib gəlsə, burada bir adamın qalibiyyəti deyil, bütün quşbazların qalibiyyətidir. Biri birindən 2 saat, 1 saat, 3 saat artıq ola bilər. Amma nəticələr hamısı yüksək olsun ki, Bakı quşlarını hər yerdə görsünlər. Necə quşlardır, hamı maraqlansın, bilsin, nədir, nə deyil. Yəni, uğurlar arzu edirik bütün quşbazlara. Bu qədər hələlik. Doktor İlham. Hər vaxtınız xeyir olsun. Mən də qoşuluram ağsaqqalların sözünə, hamısına uğurlar arzulayıram. Əsas bir də odur ki, gözəl havalar olsun, quşlar sağlam olsun, bir də ki, gözəl konkurensiya olsun bir-birinə. Başqa nə deyirlər? Hamıya uğurlar, həmçinin elimlər. Salamünaleyküm. Həmçinin biz də qoşuluruq. Uğurlar hamısına, qardaşımız Həciyyə də Elvinə. Çox sağ ol. Salamlayıram bütün izləyiciləri. Bakı Göyərçin təbliğatı ilə bağlı 6 ildir ki, bu işlərimiz demək olar ki, ilbəil çox gözəl nəticələr əldə edərək yarışmalarımız çoxalıb rayonlarda, Azərbaycan rayonlarında, Bakının özündə bu çox gözəl, necə deyirlər, sevindirici haldır. Bu günləri Hacı Elvin qonağıyıq. Az Göyərçin klubunun yarış iştirakçısıdır. Ona səmimi qəlbdən uğurlar arzu edirəm. Onun simasında Az Göyərçin klubunun yarış iştirakçılarının hər birisinə səmimi qəlbdən uğurlar arzu edirəm. Və Azərbaycanın rayonlarında və Bakı şəhərində keçirilən bütün yarışların, Bakı Göyərçin yarışlarının, Azərbaycan Göyərçin yarışlarının hər bir kəsə, hər birisinə, bu təşkilatçılıqla məşğul olanların hər birisinə uğurlar arzu edirəm. Çox sağ ol Elvin. Sənə uğurlar, sənin simanda olan bütün yarış iştirakçıları var, uğurlar. Çox xoş oldu bugünkü gündə bu məkanda, Bilgə qəsəbəsində olmağımıza. Çox sağ olun. Mən də hamını salamlayıram. Əvvəla hamısına təşəkkür edirəm ki, gəliblər bu günləri, mənə tək qoymayıblar. Bugün belə deyim də bizdə təqdimat keçiririk, yəni ki, yarışla bağlı bizim hər bir iştirakçının təqdimatı olacaq. İndi havaların düzəlməklə bağlı başlamışlar işə. Bugün mayın 9-udur. Əvvəla qələbə münasibəti ilə bütün dünya xalqını təbrik edirəm. Bugün mayın 9-udur, qələbə günüdür. Yəni, belə bir gözəl gündə bugün başda ağsaqqallar olmalı, bütün dostlarıma təşəkkür edirəm ki, gəliblər bura. Yarışlar barəsində onu demək istəyirəm ki, Samir əmrimiz də buradadır, yəni illərdir yarışlar təşkil olunmağında iştirak edirlər. Yəni mən quşbazlığa başlayandan demək olar yarışlarda iştirak eləmişəm, bu il 3-cü il olacaq. 2 ilin ikisində də qoşulmuşam, ikisində də quş uçurmuşam. İnşallah Allah qismət eləsə bu il də qoşulmuşuq, bu il də quş uçurducuyuq. Yəni mən onu demək istəyirəm, əgər mən yarışmaya qoşulacamsa, quş uçurmayacamsa, deməli mənim quşum zəifdir ki, mən onu uçurmayacam. Mən indidən boynumu alırım, əgər quş uçurda bilməsəm. Mənim quşum zəifdir. Amma ola bilər ki, mən uçurdum, mənim quşum az uçsun və ya çox uçsun, o heç bir şey dəyişmir. Mənim quşum var ki, mən yarışmaya qoşuluram və onu uçurduram, göstərirəm. Yəni həmən günü quşdur bu, uçurdum, məsəl üçün getdi havaya, balaca bir hava dəyişdi. Məsəl üçün də o, sən quşa deyə bilməzsən ki, dayan orada, o quş gələcək yerə, o quşun o deməkdir ki, tinsi var və ya yoxdur. Və ya müəyyən səhvlər var ki, hansı ki, məsəl üçün biz özümüz eləyə bilərik, ona görə yəni quşu günahlandırmaq olmaz. Yəni çalışaraq, yəni qoşulduğumuz yarışda hamımız quş uçurdaq. Bakıda bir neçə yarışlar təşkil olunur. Mən hamısına alqışlayıram, hamısına çox gözəl bir təbliğat kimi baxıram. Quşbazlıq özü belə deyim də bir gözəl, heç kisə bir mişatçılıq olmayan, bir narahatçılıq törətməyən bir şeydir. Bu qədər. İnşallah indi quşlar haqqında da məlumat yenə verəcək, quşlar da buraxacaq. Biz də salamlayırıq hamını. Allah hamının canını sağ eləsin. Bütün quşbazları salamlayırıq buradan. Biz bugün yığışmışıq Elvin qardaşımızın bugün təqdimat günüdür.
İnşallah yarışdadır o. Əziyyət çəkir. Allah canını sağ eləsin. Allah onu vərdişlikdən əsti eləməsin. Allah hamını xeyir versin, hamı əziyyət çəkir. Belə də, indi onlar 2-3 saat ara məsafəsi quşlar içində. Əsas odur ki, uçurduq. Mehribançılıq. Mehribançılıq. Belə yığışıq, oturaq, yeyək, gülək. Günümüz yaxşı keçsin. Bugün üzülümün şükür. Allah belə ağsaqqalları, qardaşları əsli eləməsin. Allah hamının köməyi olsun. Allah elbinə də uzun ömür, can sağlığı versin. Əziyyəti yerdə qalmasın. Səni də Allah canını sağ bu olsun. yarışmadadır. Şəndə Bakı Güərçin Klubu Surdacaq. Bizim biz Güərçin Klubu yarışmasında müştürülürük. Şəndə Bakı Güərçin Klubunda Surdacaq. Ona uğurlar arzulayıram. Yaxşı saatlar gözləyirik. Onsuz da rekord görmüşük səndən. İnşallah bu ildə yeni rekord gözləyirik səndən. Allah kömək etsin. Hər kəsə uğurlar. Allah sənin də canını sağ olsun. Çox sağ ol. Allah heç kim əziyyətini yerdə qoymasın. Allah köməyin olsun, var olasın. Salam aleyküm. Mən də bütün yarışdaşlarım təbrik edirəm bu yarışlara görə. Gözəldir. Göyərçin özü bir vasitə deyil, bizim burada yığılmağımıza, mehribançılığımıza, Allah hamının canını sağ eləsin, elə yığılırıq, bu quş əlaqədə olsa hamımız yığır bir yerə. Mən də uğurlar arzulayıram hər bir iştirakçıya, həmçinin Eyşən qardaşıma, Evlin qardaşıma. İnşallah yaxşı nəticələr gözləyirəm. Allah saqqallarımızın da canını sağ eləsin, Allah ömürlərinə bərəkət versin inşallah. Çox sağ olun qardaş. Sağ olun. Üstədən bıraxın var. Tavan bağlardır. Vaxtımız olduqca çəkəcəyik. Bunlar hələ məşqdir, trenirovka. Hamısı yaxşı.